doğrusu heç Özbəkistana o qədər ciddi baxmırdıq da. Deyirdik ki, Özbəkistandır da, yəni neyniyə bilərik orada gedib. Da zəng edirlər, necə olacaq? Deyirəm, ən pis halda Bakıda kim olacaq? Gəlin, narahat olmayın. Bax, bu vergidir, vergi faizləridir, gömrükdür. Yəni burada vəziyyət necədir? Gömrük proseduru tez, rahat, sürətli şəkildə həll edə bilirsən. Prosedur uzun çəkmir. Yanaşma tam fərqlidir. Məndən neçə adam soruşub, deyirəm, qardaş, gəl, bura o qədər böyük bazardır ki, nə mənim elə enerjim yoxdur, nə mənim elə maliyyə gücüm yoxdur, nə mənim elə texniki heyətim yoxdur ki, mən bütün bazarı təmin edeyim. Dili bariyel olaraq görmək lazım deyil. Deyirlər, bir biznes üçün xəyal qurun, yaxşı olacaq. Təbii ki, xəyal qurmaq lazımdır, amma xam xəyallar qurmaq lazım deyil də. Yəni sən reallıqdan uzaqlaşmır. Sən Philip Kotler'in kitabını oxu, Brian Tracy'ni oxu ki, Azərbaycanda onu gerçəkləşdirmək həqiqətən çətindir. Pul olmamağı məhdudiyyət saymasın. Pul nöqtəsinə çatana qədər o qədər imkanlar var ki. Fəqan İbrahimov 18 iyun 1987-ci ildə Qax rayonunun Qaysarlı kəndində anadan olmuşdu. Orta təhsilini başa vurduqdan sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. Hazırda idarəetmə və inşaat mühəndisi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti nəticəsində müxtəlif layihələrin idarə olunmasında iştirak etmiş, idarəetmə və mühəndislik sahəsində zəngin təcrübə qazanmışdır. Müxtəlif jurnal və qəzetlərdə məqalələri dərc olunmuş, peşəkar fəaliyyəti ərzində müxtəlif nailiyyətlər və mükafatlarla təltif edilmişdir. Kitab oxumaq və araşdırmalar aparmaq onun əsas hobbilərindəndir və şəxsi inkişafına xüsusi önəm verir. Ailəlidir, 2 övladı var. Fəqan, salam, xoş gəlmisən. Əleyküm salam, xoş gördük. Fəqan, bu layihə, bizniskar layihəsi ümumiyyətlə başlayanda səndən bir yerdə başlamışdıq bu layihəni. Amma sonra sən bizneslərdə, digər bizneslərində bəzi çətinliklərin oldu və sən ölkədən getməli oldun, başqa ölkələrdə bizneslər qurmalı oldun. İnşallah xeyirli olubdur. Danış görək bizə necə oldu? Bax, yəni sən üçün başqa ölkələrə getdin, başladın və hal-hazırda neçə ölkədə biznesin var? Öncəliklə salam, təbrik edirəm. Siz də boş dayanmamısınız maşallah. Məndən də çox işləmisiniz. Gözəl yerə gəlmisiniz. Bizneskar artıq ölkə səviyyəsində tanınan bir markadır, dəyərdir. Biznes aləmində öz sözünü deyir. Artıq kənar ölkədən kənara çıxmalı, haqq qazanıb və gecikdirməmək lazımdır, önünü açmaq lazımdır. Biz hal-hazırda 6 ölkədə rəsmən fəaliyyət göstəririk. Alırıq, satırıq, istehsal edirik. 6 ölkədə varıq. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızstan, Tacikistan. Aha. Bəs bu ölkələr arasında bu dəqiqə hal-hazırda ən rahat harda biznesi belə deyim də qurmaq olar. Rahatdır da, başım girdin, işlədin, rahat bir problem yaratmır. Biznes qurmaq cəhətdən, xərc cəhətdən götürürsünüzsə ki, az xərclə rahat harda irəliləyə bilərəm. Daha Özbəkistanı tövsiyə eləyərdim. Həm müştəri kütləsi var, 38 milyonluq əhali, biznes yeni-yeni şəkillənməyə başlayır, iqtisadiyyat yeni-yeni dirçəlir. Dövlət özü maraqlıdır ki, biznes inkişaf eləsin, sahibkarlar gəlsin. Amma biraz sərmayə var əlinizdə, daha tez pul qazanmaq istəyirsinizsə Qazaxıstanı tövsiyə eləyərdim. Qazaxıstan artıq yetişmiş bazardır, amma biraz qəliz bazardır, xərcləri yüksəkdir. Bəli, rəqabətli bazardır. Qazaxıstan ümumiyyətlə müştərisi də pul xərcləyən müştəridir. Amma orada tutunma, xərclər biraz yüksəkdir də. O cəhətdən belə müqayisə baxır, hər hansı seçirsiniz. Bax, neçənci ildə başladım Özbəkistanda ümumiyyətlə biznesi? Mən belə məlumat verim də. 2017-ci ildə Qazaxıstana 2 dəfə səfərim oldu bir dostumuz vasitəsilə. O vaxtdan düşünürdük ki, xaricə çıxaq, necə eləyək? Düşünürdük çünki Rusiyada getmək planımız var idi. Dostlar, hər nəsildən bir nümayəndə zaten Rusiyada var. Qazaxıstana getdim, Almatada oldum bir həftə kimi. Çox xoşuma gəldi ora təbiətinə görə. O vaxtdan planlaşdırdım ki, köçüm bura. Sonra ardınca pandemiya gəldi, hərəkət eləyə bilmədik. O bizi məhv elədi olmağına. Elə dediyiniz kimi bizneskara da bərabər başladıq. Siz maşallah gözəl yerə gətirdiniz. Amma pandemiyada biz şirkət olaraq 170 min manat kimi borçlandıq. Vergi yükü, sıxıntılar, problemlər, vəziyyətdən çıxa bilmirik. Paralel qurduğumuz bir iş var idi. Kosmetika sahəsi tamamilə batdı. Yəni ən çox da borçlanmamız oradan oldu. Çünki bizim satış kanalımız əsas
məktəb valideynləri üzərindən olduğuna görə xanım əməkdaşlarla məktəblər bağlandı, bağçalar bağlandı, toylar təxirə salındı. Kimdə kosmetik istifadə edən bütün və 2019-cu ildə bizim kosmetika sahəsində 2015-dən əsas başlamışdıq. Ən çox depomuzun dolu olduğu vaxt idi. Yəni Türkiyənin çeşidli yaxşı brendləri, hər çeşid məhsul, artıq mobil tətbiqimiz var idi. Yəni hər şey lazım idi. Bir satışa başlamaq lazım idi və satırdıq da. Sərgilərə filan daxil olurduq, gözəl nəticələr aldıq. Pandemiya gəldi. Bütün qolumuzu, qanadımızı qırdı. Digərdə də bizim inşaat sahəsində modern inşaat sistemləri istehsalı, satışı, o da təbii ki, otellər bağlandı, restoranlar bağlandı. Yəni hər kəs kimi bizə də gözlənilməyən bir şey oldu və bizi ciddi şəkildə sıxıntıya saldı. Düzdür, Allah'a şükür kreditimiz yox idi, xaricə ödənilməyəcək borcumuz yox idi, özümüzü öz yağımızda qovruluruq. Amma yenə də bir yük altına girmirsən, irəliləyirsən, işçi yükün var, mal material yükün var, xərclərin var, birdən-birə də dayana bilmirsən. 170 min manata yaxın borc yarandı. Onun altından çıxmaq həqiqətən çətin idi. Onun üçün də baxdıq ki, çalışdıq, çabaladıq ki, Azərbaycanda qalmaqla borcumuzu ödəmək bir tərəfə dursun, hələ önümüzü görə bilmirik və günü-gündən artır, əlimizdə ovcumuzda olan da gedəcək, yəni təmiz sıfır olacaq. O səbəbdən qarşımıza məqsəd qoyduq ki, bir mənalı olaraq çıxmaq lazımdır. Ailə. 2021-də düşündük, artıq hardasa noyabr ayları idi filan ki, artıq çıxaq xaricə. Qazaxıstan idi yenə də öncəliyimiz. Elə təzə qızışmaq istəyirdik ki, Qazaxstanda daxili çaxnaşma düşdü. Yadımda da. Hər şey orada dayandı, iflic oldu. Dedik, yox, bura iptal, burada biz risk ala bilmərik. Ardınca Rusiya bazarını planladıq. Hətta bir 3 aylıq bir menecerdə tutduq, pul da ödədik ki, bazarı araşdırsın, nə var, nə yox deyə. Ardınca Rusiya-Ukrayna müharibəsi düşdü, dedik, burada iptal. İstiqamət aparırdı. Özbəkistan planda var idi doğrusu, amma 3-cü, 4-cü olaraq. Doğrusu heç Özbəkistana o qədər ciddi baxmırdıq da. Deyirdik ki, Özbəkistandır da, yəni neyniyə bilərik orada gedib. Elə yarandı, artıq da belə deyək də, həm psixoloji olaraq insan sıxıntı içindədir, hərəkət eləyə bilmirsən, artıq həyatla barışa bilmirsən. Fevral ayı idi 2023-ün, bizim menecerimiz var, Səbinə xanım. Ona dedim ki, mənə Özbəkistandan təcili bir dənə əməkdaş tap internet üzərindən artıq özümün oraya getməyi və vergidən də dolayı xaricə çıxışıma qadağa qoyublar, xaricə çıxa bilmirəm artıq, bir ildən çoxdur. Belə hər tərəfdən məngənə, sıxıntı, problem. Bir də axşam tərəfi idi, zəng elədi ki, elə bir 3-4 saat keçmişdi və bir nəfər əməkdaş tapmışam Özbəkistandan. O ilə danışdıq, mən Azərbaycan dilində, o özbək dilində belə zor zülüm anlaşdıq. Dedim ki, sən bizə karta at, biz səbə $50 pul göndərək, bir inam yaransın da, yəni yalansı olmuş olmayaq. O da göndərdi, elə bismillah elədi, başladı. O Cizaq vilayətində qalır, Cizaq şəhərində, Azərbaycanla, Bakı ilə Şirvan kimi düşünür, müqayisə eləyən. Dedim ki, sənin işin nə olacaq? O paralel işdə işləyirdi onsuz da. Bizə də paralel iş kimi girmişdi də. Dedim, sən 6 bazar günü gedirsən Daşkəndə, sənin xərcləri biz qarşılayacağıq. Minimal xərcləri də. İndi oteldə qalmasan, hosteldə qalarsan. Kabab yeməzsən, makaronla yola verərsən. Səndən xahişim nədir? Mən deyən Toskalı nöqtələrə gedəsən, Daşkənddə video çəkilişlər eləyəsən, mənə göndərəsən, mən internet üzərindən görməyim ayrı, sənlə canlı danışım, baxım, tanımağa başlayım oranı. Elə başladı. Artıq mart ayını bu minvalla keçirdik. Gördük ki, bir potensial gördük ki, burada biz iş görə bilərik. Aprel ayından artıq orada nömrə aldıq, internetdə reklamları yerləşdirməyə başladıq. Yavaş-yavaş sorğular da gəlməyə başladı və ən qarşımıza şərt qoyduq ki, mən rus dilini bilmirəm, sadəcə salam sağ ol səviyyəsində. İngilis dili ümumiyyətlə yoxdur. O birisi dostumuz da Diyor bəy də rus dilini mükəmməl bilmir. Dedik ki, bir dənə şərt qoyduq, qardaş. Mən Azərbaycan dilində danışım, sən özbək dilində bir-birimizi anlamağa çalışaq. Elə dili də öyrənmiş olduq ikimiz mükəmməl şəkildə. Yəni bu dəqiqə 100% ikimiz də bilirik qarşılıqlı dili. Biz aprel ayında sorğular almağa başladıq, iş ciddiləşdi, paraleldə işləyirdi Diyor. Dedik ki, qardaş, biz iyun ayın 1-dən sən digər tərəfdən kontraktını bitirirsən, tam ştatda keçirsən bizim tərəfə, biz tərəfə. Bu məlumat üçün deyirəm, $700 maaşa da razılaşdıq. Yəni mən onu üzbəüz görməmişəm, o məni görməyib, amma səmimi görməmişik. Sadəcə internetdən danışırıq, görüntülü. Başladıq elə, o da inamlıdır, yəni inanır işə. Bu qərar verdik, iyun ayının 3-üydü, 4-üydü, indi tarixi
biraz unuda bilərəm. Bir də zəng elədi ki, Fəqan Əkə bir dənə sifariş götürdüm. $1200 ya $1100 bir sifariş idi. 700 mi 800 dolar da beh almışam. Amma müştəriyə bir sənəd verməliyik. Sənəd yoxdur. Bu getdi bir gün içində bizdəki Asan Xidmət kimi orada dövlət xidmətləri var. Tez orada şirkət açdı, paraleldə öz adına. Möhür falan aldı, bir möhür rədd elədi, verdi ki, hə də biz bu qədər ödəniş almışıq, qarşılığı boş qalmasın. Və biz ora müştəriyə kataloq göndərmək üçün mən Türkiyədən, İstanbuldan DHL-lə ora kataloq göndərtdirdim. Yəni sifariş götürmüşük, amma heç nə depomuz var, nə malımız var, nə istehsal var, heç nə yoxdur. İlk sifarişimizi təhvil verdik. Mən avqust ayına vergi borcunu falan ödədim, bitirdim. Bilet aldım İstanbula, bir 4-5 gün orada da xeyli işlər yığılıb qalmışdı, görüşlər, onları getdim elədim. Oradan da Daşkəndə bilet almışdım, getdim. Planımız var idi ki, biz orada 5-6 gün bir siyahı hazırlamışıq, bu şirkətlə görüşək, o şirkətlə görüşək, bunu eləyək, onu eləyək. Amma Daşkəndə düşdüm, o qədər xoşum gəldi şəhərdən. Abdullah Qadir adlı küçədə, indi də yadımdadır, ev tutmuşdu. 4-cü ya 5-ci mərtəbədə belə ağaçlığın üstüdür, akasiya ağaçları, palıd ağaçları. Dedim, diyor, sabah bütün planları iptal gedirik bizə kirayə ev tapmağa. Mən köçürəm Daşkəndə. O da mənə gəlmədən öncə şərt qoyub ki, Fəqan Əkə, sən gəlsən Özbəkistana, anam deyir ki, mütləq bizə qonaq gəlməlisən. Gəlmədən olmaz. Biz də 5 günlük səfərimizin 2 günü zaten yola hesaplamışıq. 3 gün vaxtımız var. Son gün düşdük, getdik işte, yəni şeyə, ev kiraya verən şirkətlər falan bir ev tapdıq. Babur küçəsinin üstündə elə sifariş də verdik. Behin də ödənişini elədim. Dedim, mən qardaş bura köçəcəm sentyabr ayında. İyul, avqust ayında tutduq, yarı ödənişdən falan həll elədik. Yoldaşıma da zəng elədim, uşaqların sənəti məktəbdən götür, köçürük Daşkəndə. Biraz düzdür, biraz ajitaş arandı, istəyirsən nağarsan, yəni elə bir məhlə dəyişdirirsən. Gedəndə amma belə deyim, nə çox pul yox idi, çünki çətin vəziyyət, sıxıntı. Sadəcə 2 aylıq kira pulum və yemək pulum. Dedim ki, görsəm ki, alınmır, qayıdıb geri gələrəm. Maşallah. Getdik yavaş-yavaş, şükür Allah oldu. Getdik dekabr ayında da xırda bir sifariş götürdük $2000. Amma 2024-ün fevral ayından etibarən o Allah belə deyək də qapını açmağa başladı. Yavaş-yavaş iş öz yerinə oturmağa başladı. Orada biraz belə deyim, işlədiyimiz işdə marja da biraz yaxşı olduğuna görə həm özümüzü doğrulda bildik, xərclərimizi ödəməyə başladıq, daxili investisiya eləməyə başladıq. Düzdür, orada bizim sektorda olan, bizə rəqib olan çox böyük şirkətlər var. Yəni maddi gücü bizdən 4-5 dəfələrlə artıq, fabrikləri olan. Amma bizim də biraz bu Azərbaycanda keçən o təcrübəmiz, belə deyək, bizi qutardı vəziyyətdən. Qısa zamanda o dolayı yollarla irəliləyə bildik. Şükür Allah. Oradan elə 2024-cü ildə belə bir hadisə yaşadıq. Xırda-xırda artıq sifarişlər alırıq. $3000, $4000, $10.000 artıq bu stabildir, rahat reysə düşübdür. Bir dənə müştərimiz var idi. Biz $6500 bir iş görmüşdük. Bir layihəsi vardı $100.000 dəyərində. Dedi ki, sizə vermək istəyirəm. Birinci biraz inandırıcı gəlmir də. Getdik, görüşdük. Mən rus dili bilmirəm. Müştər ancaq rus dilində danışır. Diyor, o qədər onu anladacaq qədər rus dili bilmir. Yarı özbəkcə, yarı rusca. Bizim orada bir dostumuz vardı Azərbaycanlı, ondan kömək edirik. O bizə tərcüməçilik eləyir. Biz ona deyirik, o tərcümə edir, o bizə deyir, biz tərcümə eləyirik. Yəni bunu da niyə anladıram? Dili bariyel olaraq görmək lazım deyil. Yəni əsas işi sağlam gör, insanlığı olsun. Dedi ki, mən bu oğlana niyə iş vermək istəyirəm? Bu da sual verir, niyə? Deyir, bu təmiz yanaşır işinə. Yəni özümü tərif olmasın. Dedi, inşallah biz də düşünürük ki, təmiz yanaşmaqla $100.000 sakaz olmazdı, sifariş olmaz. Mən də Azərbaycana biletim vardı, oktyabr ayının 8-i idi, neçəsi idi. Gəldim Azərbaycana, bir də diyor zəng elədi ki, Fəqan Əkə, müqavilə falan bağlamışıq, amma yenə də inanmırıq da yəni. Bir də dedi ki, $31.000 ödəniş eləyibdi adam, hesaba pul köçdü. Maraqlı gəldi, yəni. Başladıq tez operativ işləməyə. Yəni belə, məsəl üçün biz Azərbaycanda neçə il ərzində işləmişdik. Yəni iri dövlət sifarişlərimiz olubdu. 6 dənə cənab prezidentin açılış elədi, layihəmiz var. Amma heç vaxt $100.000 dəyərində tək bir adamdan tək sifariş olmamışdı. Real danışmaq lazımdır. Orada elə bir təcrübə yəni. O işi görə Tacikistandan bizə müştəri çıxdı. Xocand şəhərində bir proyekt. Yəni biz ümumiyyətlə Tacikistanı plana qoymamışıq ki, biz Tacikistana çıxacağıq, iş görəcəyik. Onlar ora yaxındır. Yaxındır. Xocand şəhəri ilə Daşkəndin arası 2 saatlıq maksimum yoldur. Zaten Daşkənd elə lokasiyadadır ki, oradan 1 saat, yarım 2 saata Xocanda çatırsan, Tacikistanın ikinci böyük şəhərdir düşənbədən sonra. Ailə. Bir 3 saata deyək, 4 saat olsun. Yəni saatlar ola bilər, xəta eləyə bilərəm. Şimkentə gedirsən, Qazaxıstanın 3-cü böyük iqtisadi milyonluq şəhəridir. Yəni sən Daşkənddə varsansa və sənin məhsulun rahat kənara satıla biləcək potensialdadırsa, sən eyni anda 3 ölkə xitab eləyirsən. Özbəkistan, Tacikistan, Qazaxstana. Hələ biraz da
irəli getdi, o tərəfdə də Qırğızistan var. Zaten biz elə oldu. Yəni yoxsa plan qurduq biz, bura ölkəni işləyəcək, bu ölkəni işləyəcək, bu ölkəni işləyəcək. O potensial, o imkanı gördük, onun üstündə çalışmağa başladıq və yolda açıldı şükür. Bu Fərqana vadisindədir. Bunlar Hamısı orada yerləşirdi. Dağdır, dağın bir tərəfi Almata, bir tərəfi Bişkek, bir tərəfi Daşkənd, aşağı gəldin Türkistan vilayəti Şimkent, o tərəfə getdin aşağı tərəf Xocənd, hamısı mərkəzi bir yerdədir, əhalinin çox yaşadığı bir yerdir. Və əhali sayı olaraq da Özbəkistan 38 milyon, Tacikistan arası 7-8 milyon civarında, bəlkə xəta eləyə bilərəm aşağı yuxarı. Qırğızistan 10 milyona yaxın olur. Qazaxıstan 18 milyon. Eyni anda yəni böyük bir əhali kütləsinə xitab edirsən təbii ki. Bəs belə deyim də, bax burada məni əsas maraqlandıran mövzu nədir? Burada bu vergi məsələsi. Bax bu vergidir, vergi faizləridir, gömrükdür. Yəni burada vəziyyət necədir? Yəni sən gələn kimi belə deyim də endirimlər var ya nəsə varmı? Yoxsa biz öyrəşmişik belə deyim də Avropanın vergi sistemində. Yaşam tərzinə. Yox, yaşam tərzinə olsaydı yaxşı olardı. Yanaşma tərzini öyrəşmişik, onların vergisini öyrəşmişik. Doğru. Vergi bizlə müqayisə edəndə Qazaxıstanda da, Özbəkistanda da ƏDV 12%-dir. Bu sənin məhsul satışın, bəli, 12%. Qazaxıstanda da. Bəli, 12%-dir. 2021-dənmi, 22-dənmi ya 20-dənmi dəqiq bilmirəm, Özbəkistanda 15-dən 12-yə çəkiblər. Yəni 15 il əvvəl. Gəlir vergisi bizdə 20%-dir, orada 15%-dir. Bir də ən önəmlisi Qazaxıstanda da, Özbəkistanda da ixrac mədəniyyəti formalaşıbdır. Yəni sən bir məhsul istehsal etsən, xaricə satmaq üçün onun sənədləşməsidir, sertifikatlaşmasıdır, gömrük proseduridir. Tez, rahat, sürətli şəkildə həll edə bilirsən. Prosedur uzun çəkmir. Yanaşma tam fərqlidir. Yəni dövlətin də vahid belə deyək xətti var ki, mütləq şəkildə daxili iqtisadiyyat güclənməlidir, sənaye güclənməlidir. Onun üçün xaricdən gələn sərmayədarlara onun zəmanətini ver ki, sən bura investisiya yatırdın, burada səni batmaz, Allahdan olmaz, problem yaşanmaz. Təbii ki, orada da sıxıntılar var, problemlər var, insan harda varsa problem var, amma əlbəttə ki, çoxlu olaraq qarşısını alırlar. Yəni çox belə fəsadlar yoxdur. İkincisi, işçi qüvvəsi məsələsi var. Bu çox önəmlidir. Xammal baxır, sən nə istehsal eləyəsən. Məsəl üçün biz alüminium sahəsindəyik. Alüminium fabrikalar qurulur, alüminium zavodlar qurulur. Düzdür, çətindir biraz işləmək ayrı bir məsələ, amma axtardıqca yol tapsan. Qida işi görmək istənsə, quru meyvədə Özbəkistan kənd təsərrüfatında dünya liderlərindən sayılır, yəni. Orta Asiya bölgəsində deyək. Təbii ki, Hollandiya ilə falan müqayisə eləmirik, Amerika ilə müqayisə eləmirik. Tekstil məsələsində pambığın məskənidir. Yəni sən hansı sektora girsən, orada bir alışına, satışına, istehsalına şərait var. Ən azı bir xam mal zad digər məsələdə var eləyə bilirsən. Bəs belə deyim, məsəl üçün də böyük şirkətləri dedin. Məsəl üçün kiçik şirkət kimi yaxınlaşsansa da, yəni gəlmisən sadəcə olaraq başlamaq istəyirsən də, ilk addımlar atmaq. Onlar üçün nəsə xüsusi endirimlər var, yoxsa? İnvestisiyasız gəlmisənsə, xüsusi bir dəstək proqramı bildiyim qədərilə yoxdur, xüsusi vergi yük yoxdur, amma onsuz da şərtlər o qədər rahatdır ki, orada xüsusi dəstəyə ehtiyac yoxdur. Biznesini qurursan, inkişaf elətsən, müştəri var, satırsan, bizdə nə deyirik qədər, bizə dəstək lazımdır, öyle əngəl olmayın, özümüz irəliləyəcək yəni. Orada da o imkan var yəni. Bazar var da, ən önəmlisi də bazar var. Yəni sata bilirsən, bazar böyük bazardır. Tez bir zamanda özünü xərclərini qarşılaya bilirsən. İşçi qüvvəsini dedin, işçi qüvvəsi, yəni hazır işçi qüvvəsi varmı? Yox, yoxsa yetişdirmək lazımdır. Biz Azərbaycanda da o problemi yaşayırıq öz sahəmizdə. Hazır yetişmiş əməkdaş məsələsi bu dəqiqə sıxıntıdır. Biz ona görə satış menecerlərimizi belə sıfırdan götürüb yetişdiririk. Bunun üçün real nümunə deyim, Komfort Akademiyada təhsil eləmişik biz. Sırf bu bizdən dəstək, kömək, məsləhət istəyən şirkətlərə xidmət göstərmək üçün. Çünki biz Özbəkistana gedəndən sonra çox müraciət olur bizə. Qardaş, bunu necə eləyim, onu necə eləyim, bunu necə eləyim. Biz də əlimizdən gələn qədər kömək edirik. Artıq da bunu bir xidmətdə saldıq, xidmət formasına ki, baxırıq ki, şirkətlər istəyir, amma belə xaotik olur da, qarışıq olur. Bir də əməkdaşın yetişdirilmək məsələsi. Bugünkü gün satış məsələsi, marketinq məsələsi sürətlə dəyişir. Sən bu sahədə məndən də daha peşəkarsan. Hər şey internet üzərinə gedir, amma internetdə qoyub satmaqla olmur. İnternet sənə müştərini gətirir. Sənin o satış məsləhətçin mi deyək, menecerin mi deyək, satış nümayəndən müştərini razı salmaqda. Elə məhsullar var ki, o müştəri sadəcə onu görüb almır. Onun izahatıdır, təqdimatıdır. Mən məsəl üçün əməkdaş götürəndə satış meneceri elanlarına baxmıram, ofis meneceri elanlarına baxıram. Niyə? Oradan götürüb yetişdirirəm mən. Mənim elə bir dəstək xəttim var bugünkü gün. Və real sizə bir nümunə çəkim. Bizim bir əməkdaşımız var, adını çəkməyək deyək.
Ofis meneceri kimi işə götürdüyü, bugünkü gün internet üzərində 12, 15, 20, 22 minlik satışlar eləyir. Və gəldiyi vaxt deyirdi ki, mənim satışdan heç aram yoxdur, sata bilmərəm. Biraz bizdə yanaşma bilsən necədir? Satışa biraz belə şey baxırıq biz. Alver məntiqi ilə. Belə deyək. Elə deyil. Şey kimi, yox. Satışın içində olmayan adamlar, satışın içində olmayan adamlar. Satış sahəsinə biraz belə kənar baxır. Başa düşdüm. Satışın içindən də adam cəlb etsən, kadr cəlb etsən, sənin istədiyin potensialda olmur. Ya özün belə demək pis çıxmasın, çox ağıllı sayır. Sənin şirkəti uyğunlaşdırana qədər ya da oxuyur qərb dünyasının kitablarından, кейslərindən, oradakı insanlardan o bazarla da bu bazar üst-üstə düşür axı. Buna görə məcbur özümüz yetişdiririk və peşmanda deyilik. Ümumiyyətlə biz belə deyək, ən kiçik texniki işçimizdən belə özümüz yetişdiririk. Bizim bugünkü gün Daşkənddəki fabrik direktorumuzun 22 yaşı var. Elə. Azərbaycandan göndərmişik. Bəli. Ne gözəl. Bizdə də potensiallı kadrlar çox var. Düzgün yanaşma. Bax, Yox, bizdə kadrlar var. Mən sizə deyim, kadrlar var. Yəni düzdür, bəzi sahələr var ki, orada yetişdirmək lazımdır. Xüsusilə məsələn xüsusi ustalardır, onları düzdür yetişdirmək lazımdır, amma belə kadrlar var. Sadəcə olaraq özün bilirsən də bizim millət işləyən xalqdır. Yox, biz zəhmətkeş biz. Amma ki vəziyyət mən bu situasiyalara baxıram da, indi bizim bir başqa dostlarımız var, hansı ki işləyirlər, xaricdədirlər, işləyirlər. Baxıram şeylərə, deyir ki, falan şey belə elədi, bu rahatdır, bu belədir. Mən sadəcə olaraq məəttəl qalıram. Necə yəni biz niyə ölkəmizdə, yəni bu cürə hər şeyimiz var da, yəni Allah şükür hər şeyimiz var. Niyə bu şeyləri eləyə bilmirik də, yəni bu daha irəli getdən üçün addımlar ata bilmirik. Mən belə deyim də, aksiyon olmuş bir cavabım var da, zəng ellər. Necə olacaq? Deyirəm, ən pis halda Bakıda kim olacaq? Gəlin, narahat olmayın. Hətta öz sektorumuzdan belə rəqibik də, burada bir məntiqlə götürəndə daxili bazarda. Məndən neçə adam soruşub, deyirəm, qardaş, gəl, bura o qədər böyük bazardır ki, nə mənim elə enerjim yoxdur, nə mənim elə maliyyə gücüm yoxdur, nə mənim elə texniki heyətim yoxdur ki, mən bütün bazarı təmin edeyim. Qardaş, yad yalan olunca sən gəl, bərabər olaq, əl-ələ verək, yəni mən getdim, sən gəlmə, bura pis yox. Təbii ki, orada da çətinlik var. Biz texniki sahədə, bizə də usta, indi tam belə inşaat ustası kimi düşünməyək, yəni metal sahəsində 70-ə yaxın usta dəyişdirmişik. Özbəklər istirahət eləməyi çox sevir. Gəlir işə bir gün görsən səhər gəlmir, neysə dəm alıram, yoxdur. Elə həqiqətən. Bəli. Təbii ki, amma 2 dənə yaxşı əməkdaşım var ki, yüzünə dəyişmərəm. Yəni o sən baxır, necə baxırsan məsələyə. O önəmlidir. Bizim Özbəkistan direktorumuz var, Allah nəzərdən saxlasın, o ilk tanışdığımız Diyor Can Tulabayev, ailəvi dostluq. Bizim bütün işimizi orada aparır. Bütün işimizi. Hər şey direktordur. Yəni A-sından Z-sinə qədər elə professionallaşır. İndi mən bu gözəlliyə mi baxım deyim yaxşıdır, yoxsa gedən 70 nəfər bizi incidən ustaya baxım deyim pisdir. Sən baxır necə yanaşırsan. Faktı ki biz bugünkü sıfırdan başlayıb orada bir nöqtəyə gələ bilmişik. Bunu necə pis dəyərləndirə bilərəm? Bir də bax məsələ deyim. Bax indi Özbəkistan elə bir yerdədir ki, onun belə Çinə prinsipi yaxındır, bir ölkə arası ya da Qazaxıstandan ya da Qırğızstandan keçidi var da. Bax bu Çinin məhsulları elədir ki, qiymət baxımından daha aşağıdır axı. Bu necə Özbəkistan necə belə rəqabət qabiliyyətli şey yarada bilib də ki, yəni öz məhsulları da gedir, satılır da, həm də xaricə göndərir də. İndi burada belə bir şey var. Bax Çin sərmayəsi də bu dəqiqə, Çin-Koreya sərmayəsi güclü şəkildə axır bu dəqiqə Özbəkistan. Cənubi Koreya ilə Özbəkistan çox möhtəşəm əlaqələr var Yaponiya ilə. Bu dəqiqə Koreyada, Çində, Yaponiya universitetlərində çoxlu sayda özbək tələbələr var və xeyli sayda iş adamları var. Hətta Kia'nın və BYD-nin Özbəkistanda, elə Cizak vilayətində zavodu tikildi və bu dəqiqə avtomobil istehsal edirlər. Bəli, həm yerli bazar üçün, həm xarici bazar üçün. Orada nə məsələ var? Standart sən bazarda ancaq al-satla məşğul olarsansa, təbii ki, biraz özbək biznesi az marja ilə işləməyə öyrəşmiş biznesdir. Yəni sən belə deyim, bir market açırsan, orada mal satırsan, sən öyrənmirsən burada bir 20-30% marja ilə işləyirsən, orada 5%-lə, 10%-lə də qənaət bəxş hesab edirsən, orada rəqabət apara bilməzsən təbii ki. Ona görə məşğul olduğun sektor sahə çox önəmlidir. Sən hansı sahə ilə məşğul olsan. Bugünkü gündə ehtiyac olan sahələrdən biri, bütün sahələrdə belə deyək, bazar dolduran peşəkar marketinqi olan, strategiyası olan şirkət yoxdur. Yəni bazar tam tutulsun, bax bu sahə tam doldu, yox. Boşluqlar var. Onun üçün fərqli yanaşma tərzi olan, planlamanı bilən, marketinqi bilən
strategiyanı bilən adam orada irəliləyə bilir. Yəni sən görürsən də, ölçürsən, biçirsən də. Amma sadəcə hə mən getdim, aldım, satdımla məşğul olsan sən mümkün deyil ki, yəni işləyə bilməzsən orada. Yəni tekstil sahəsində belə deyək, sən deyirən kimi orada parça alıb satasan. Məsəl üçün deyirəm, nümunə olaraq. Sən orada rəqabət apara bilməzsən ki. Mümkün deyil. Qida sahəsində deyirsən ki, mən gedirəm bəsit bir dükan açıram və ya başqa bir şey edirəm, irəliləyə bilməzsən, yəni mümkün deyil. Onun üçün seçdiyin sektora baxmalısan ki, boşluğu nədir, plüsü nədir, minusu nədir. Bizim sektorda olan üstünlüyümüz nədir? Bizi kimi yanaşma tərzi olan şirkət yoxdur. Maliyyə gücü çox var. Güclü ehtiyatı var, deposu var, fabrika var. Amma xaotik idarə olunur şirkət. Mən birinci onları analiz elədim. Ki, bu şirkətlərin arada boşluqları var. Ailə. Belə deyək, bəlkə də 2 milyon dollarlıq dəyəri var şirkətin. Həqiqətən var ha. Bazarda 500 min kimi tanınır. Yəni özünü təqdimatı yox, marka dəyəri yox, ISO strategiyası. O ancaq nə məntiqlə baxır? Mal vurum, depoya qoyum, satım. Mal vurum, istehsal eləyim, depoya qoyum, satım. Yəni bəsit məntiq budur. İnsanlardan istəyirsən ki, biz sizlə əməkdaşlıq eləmək istəyirik də. Bizə bir price list verin, qiymət cədvəli verin, burada neçə faizə. Onu düzəməli ortaya çıxarda bilmirlər. Ömərli boşluqlar var. Çox ciddi bu. O zaten bizim Komfort Akademiyasını qurmaqda məqsədimiz budur. Yerli Özbəkistan şirkətlərindən də bizə müraciətlər daxil oldu. Məsləhət eləyirik, tanışlıq, ünsiyyət var. Baxırsan ki, adamın gözəl maliyyə imkanları var, gözəl resursu var. Amma məsəl üçün bax real bir təcrübə deyim. Bir dənə şirkət var idi, alüminium zavod. Baxırsan böyük bir istehsal gücünə sahibdir. Marka dəyəri var, xaricə mal sata bilir və satıbdır. Amma düzəməlli satış müdürünü soraqlaşsan ki, sən B2B kanalın nə qədərdir, B2C kanalı nə məhsul satsan, ümumiyyətlə nədir ancaq alüminiumu əritsin, presə qoysun, çıxsın, tonaj satsın. Yəni ancaq dükan məntiqi ilə işləyir, o boyda fabrikdir yəni də, yoxdur. Oran satışla bizə danışmışlar ki, bizdən məsləhət eləmişdilər ki, siz ələ götürün filan, sonra nə başqa kredit borclanmalar elədilər, biz oradan uzaqlaşdıq. Yəni bu cür boşluqlar çoxdur. Məsəl üçün baxıram 200 dənə yerlə danışmışıq, böyük fabrikdir, zavoddur. Standart 2 xəttli məhsuldan yapışıbdır. Düzdür, bazarı var, satır. Amma baxırsan ki, ölçürsən də bazar ki, 2 ildən sonra bu sıxıntı yaşamağa başlayacaq. Yeni bir planlaması yoxdur adamın. Baxır ki, bugün mən bunu satıram. Yəni yeni bir model dəyişdirim, yeni bir məhsul qoyum. Halbuki bütün imkanları var ha onun üçün. Sadəcə kadr yoxdur. Onu düşünən baş yoxdur. Sən əslində qıraqdan görürsən deyə onu daha rahat bizim üçün onda biz ona görə deyirik ki, orada bizim bir yaşamağa pulumuz oldu. Biz rahat irəliləyirik, problem yoxdur. Güclü sərmayə olmadan gedirik yəni. Fəqət bax Özbəkistandan başqa məsəl üçün Gürcüstan və digər ölkələrdə indi Türkiyə adi məsələdir. Yəni yoxlamısanmı ümumiyyətlə orada biznes necədir ümumiyyətlə, işləmək necədir? Hələ ki o hal-hazırki 6 ölkədən başqa yoxlamamışıq. Türkiyə qeyd ediləndə məqsədli şəkildə yoxladıq bu il satışı. Bəli, bu il yoxladıq. 2024-dən yavaş-yavaş başlamışdıq ki, niyyətimiz var idi belə deyək. 2025-də reklam filan çıxdıq, amma türk müştərisi biraz qəliz müştəridir. Türkiyədə rəqabət çox fərqlidir. Oradan kateqoriya olaraq premium kateqoriya tələbi məsələsi var. Bizim məşğul olduğumuz sahədə biraz üst segment olduğuna görə və şərtlər orada tam fərqlidir Türkiyədə. Çünki elə nəhəng şirkətlər var ki, yəni tam sıfır ödənişsiz mal verir, gözləyir, vadeli və s. Bizim onların rəqabət aparmağımız çox çətin olur. Hətta belə bir praktikada yaşadıq. Bizim Türkiyədə olan ortağımız, həm də dostumuz bizdə satışda belə bir idi. Öncədən layihə rəsmi müqavilə imzalanır, 70% ilkin ödəniş alırıq standart olaraq, 30% tamamda məhsul təhvillərində. Dedik, mümkün deyil də Türkiyədə sən onu eləyə bilməzsən. Dedim, olmayacaq, eləməyəcək, burada nə var ki, dedim, bizim elə bir gücümüz yoxdur, elə bir riskimiz də yoxdur ki, məhsulu verək, gözləyək. 1-2 alındırdıq, yəni satışlar elədik Türkiyədə. Yəni qarşımıza deməli olarmış. Bəli, qarşımıza qoyduğumuz məqsəd dövriyyə çatdıq. Sınaq idi zaten o. İndi məqsədimiz var Allahın izniyle hardasa avqustun 20-sindən sonra sentyabrdan özüm olaraq İstanbulda yaşayıram. Onsuz da indi gəlmişik ailə uşaq bir 2 aylıq yeni Özbəkistan, Qazaxıstan səfəri və s. Artıq sentyabr ayından Türkiyədə satışları planlı şəkildə başlayır. Yəni türk müştərisinə bugünkü kimi satış eləyə bilirik. Elə bir praktikamız var. Oradakı çətinlikləri keçdik və birbaşa olaraq özüm müştəri ilə danışırdım. Adım da biraz qəribə gəlir ora Fəqan. Abi nerelisin sen falan. Deyirəm Azərbaycan. Biraz Azərbaycan deyəndə belə duruq vurdular. Amma biz o bariyeri açdıq çox şükür.
Yəni, şükür. Bəs belə deyim, orada şey necə, məsələn, bir şirkət kimi əgər açırsan, işləyirsənsə, Türkiyədə vergi digər məsələlər Türkiyədə necədir? vergi yükü çox yüksəkdir, çox. Yüksəkdir. Bəli, bizim orada bir dostumuz, qardaşımız var, ortağımız var. Onun sayəsində, onun vəsiləsinə eləyirik. Çünki orada mənim həqiqətən başım çıxmır. Orada xərclər dəhşət yüksəkdir bu dəqiqə Türkiyədə. Bizim zaten orada məqsədimiz Türkiyə daxili bazarında biraz pöhrələnib, orada istehsal qurub Avropaya, Amerikaya satışdır. Əslində mən o şirkətləri özünü çox orada tanıyıram. Yəni Avropaya əsasən çox satışlar. Türkiyə Avropa xəttinə kanal yaxşıdır, satış var. Satışları çox eləyirlər orada. Türkiyəni ona görə bazı olaraq seçirik. Əvvəl belə deyək, biz bütün təminatımızı Türkiyədən eləyirdik. İstehsalımızı, alüminium profillər, aksesuarlar və s. və ilə axir. Bunu hazırda bölüşdürürük. Özbəkistan ağırlıqlı Azərbaycanda da istehsal edirik və əsas Özbəkistanda qururuq ki, Türkiyədən asılılığı azaldaq, həm xərclə görə. Türkiyədə vahid mərkəz yaratmaq istəyirik, oradan Avropaya. Çünki oradakı sertifikasiya məsələsi olsun, işçilik keyfiyyəti olsun, fərqlidir. Daha yaxşıdır. Bir də sənaye indi Türkiyədə var da. Var belə. Yəni orada istədiyin bir şey istehsal eləyə imkanı var. Hər hansısa bir detaldır, mexanizmdir, aksesuardır, yaxşıdır o cəhətdən. Həm də Türkiyə marka dəyəri də yaxşıdır. Yəni güvən var bazarda. Özbəkistanda Çindən daha rahat olmazmı nəsə məhsul almaq? Yəni o keyfiyyətdə yoxdur. Çindəki belə bir şey var. Bütün bax sahibkarlar, dost tanışlar buna meyl eləyir. Çindən sən az sayda bir şey ala bilmirsən. Elə. Bir nöqtəyə çatdırandan sonra Çin yaxşıdır. Artıq dövrəyə salmısan, özünü doğruldan məhsul var. Onun hər hansısa bir hissələrini və ya tamını kütləvi sayda təmin eləmək istəyirsənsə Çin gözəldir. Amma sən yeni bazara girirsən, yeni pöhrələnirsən. Bir də biz niyə Türkiyə üzərindən işləyirik? Əvvəl Türkiyə üzərindən marka dəyəri var. Türkiyə prestijlidir Çinlə müqayisədə. Özbək müştərisi üçün də, Qazax üçün də, Azərbaycanlı üçün də. Amma indi qarşımıza məqsəd qoymuşuq. Sərgilərə çıxdıq. Bu yaxında yerli şirkətlərin tanıtım sərgisinə çıxdıq. Expo Centerdə fevral ayında Özbəkistanda çıxdıq. Uzbuildə inşaat sərgisində. İnşallah sentyabrın axırında Qazaxstanda, Almatada, Kazbuildə çıxacağıq. Orada şiddətlə vurğuluyuruq yerli. Made in Azərbaycan, Made in Özbəkistan, Made in Qazaxstan. Yəni özümüz müştərilərə bunu aşılayırıq ki, biz yerli şirkətik. Və hətta belə bir tətbiq yaratmışıq, Comfort Market deyə. Bunun azı, uzu, kızısı, köküsü, tırısı hamısını almışıq, asmışıq. Bu nədir? Bizim olduğumuz sektorda modern inşaat sistemlərində ən bəsindən deyim, evin qapı pəncərəsindən götürək fasadını. Bugünkü ümumiyyətlə sektorda belə bir xidmət yoxdur ki, bir alıcı, müştəri girsin, rahat şəkildə onun qiymətini öyrənsin. Mütləq bir şirkətlə əlaqə saxlayır, menecerinə müraciət eləyir, ondan qiymət təklif alır və s. uzanır. Biz artıq o aradakı bütün ünsiyyəti kəsirik. Girəcəksən, evi tikdirmək, bir villa tikdirmək istəyirsən, girdin, tak, onlayn hamısını hesablayıb qiymətini çıxardasın və bazara bu yön şəkil verəcək. Artıq hamı komfortla müqayisə edəcək ki, komfortdakı qiymət belədir, biz ondan ucuzuq və ya bahayıq. O yeni yanaşma gətirib bazara. O yəni elə hesablama olur ki, biz mən biraz o mühəndislik keçmişim olduğuna görə, inşaat mühəndisi olduğuma görə, bax, ev daxili qapılarında hardasa 10 il bundan qabaq, 15 il bundan qabaq bir boom yaşandı da, dəyişdi tamam. Əvvəl ancaq harada sexlər, yəni istehsal eləyirdi, emalatxanalar, bir qapı sifariş eləyirdin, 20 gün, 30 gün gözləyirdin, ustagah laqqanı tərsinə vururdu. Hal-hazırda bizim olduğumuz sektorda da vəziyyət bu cürdür. Ön sifarişlə işlənilir və s. Biz buna bir standart gətirmək istəyirik. Bu Amerikada filan var, fabrikat. Hazırsat və bunu da eləmək hal-hazırda iqtidarında özümüzü hiss edirik, özümüzə güvənirik və əslində Azərbaycanda başlamışdın sən bu belə bir prosesə. Bəli, başlamışdıq, amma burada istehsalda Azərbaycanda ciddi problemlər var da, sənayeni tam qura bilmirsən. Yenə də çox şeyə xaricə məhkum olursan. Xammalını gətirirsən, hazır detal gətirirsən, onu gətirirsən, bunu gətirirsən, amma Özbəkistanda biraz o həm də təcrübəmiz var artıq. Yəni buradakı bəzi alüminium zavodu ilə bəzəyəndə bir alüminium zavodu ilə danışmışıq, razılaşmışıq, sağ olsun, ehtiyaclarımızı ödəyir. Bir-iki xırda fabriklərlə danışmışıq, o kompakt şəkildə yığa bilirik artıq. Onda faktiki olaraq belə deyim də, Özbəkistanda əgər biznes eləyirsənsə, Özbəkistanda sən 40-dan neçə almısan da onu? Yoxsa gətirirsən sən? Alırıq, almaqla başladıq daha da. Biz ilk dəfə Özbəkistana malı necə gətirdik? Yəni $7 bir məhsulun kargo xərci verdik.
Hər şeyi Türkiyədən gətirir. 6 metr profil lazım olurdu bizə bəsit. 3 metrdən kəstirdik, samolyot, təyyarə 3 metrdən böyük almır axı. Elə biz satışa başlamışıq Özbəkistanda. Təyyarə ilə Bəli, təyyarə. Çünki orada mən xeyir qazanmağı güdmürdüm. Deyirdim referansım olsun. Yəni yetər ki mən deyim ki bura mal qoymuşam, bu müştəriyə məhsul satmışam, burada referansım var. Yavaş-yavaş onu döndürdük, qarşımıza bir plan qoyduq ki, ilk bu addımları atacağıq, bunu istehsal eləyəcək, bunu istehsal eləyəcək, yavaş-yavaş. Artıq bəzi sistemlərimiz var ki, tam kompakt şəkildə Özbəkistan istehsalıdır. Və Azərbaycan istehsalıdır, yəni burada da qurduq onu. Özbəkistana gedəndən sonra Azərbaycandakı istehsalımıza da bir şəkil verməyə başladıq. Bu rəqəmsal məsələsində dedin, applicationları digər yaratmağa. Onu hal-hazırda mən şirkətlərin əksəriyyətində görürəm, yəni çox rəqəmsallaşırlar da tam olaraq. Sən bax tətbiqində bu təkcə belə deyim də tentlərlə mi bağlı? Yox, qətiyyən. Tent artıq indi elə tanı tent bizim satışımızın son faizini dəqiq təşkil eləmir. Elə. Bəli, biz əsas alüminium profil ağırlıqlı işə girmişik. Bütün modern inşaat sistemləri, qapı pəncərə sistemləri olsun, tavan sistemləri olsun, avtomatik avtopark kölgələndirmə sistemləridir, çətir sistemləridir və s. və ilə axır. Orada tent çox az bir faiz yer tutur, bəli. Başa düşdüm. Konstruksiyanın balkona cam balkon qurursunuz. Bugünkü gün bütün prosesinizi gedir bütün ölkələrdə. Zəng edirsən bir ustaya və ya şirkətə, gəlir ölçür, sənə qiymət çıxardır. Onun üzərindən sənə qiymət təklif verir, sən müqayisələr aparırsan. Bir proses gedir. Amma bir telefon almaq istəyirsən necə olur? Girirsən internetə yazırsan, bir sayt bütün saytlarda olan, dükanlarda olan telefonların qiymətlərini qarşılaşdırır və ya ev kirayə tutursan. Bu inşaat sektorunda yoxdur. Yoxdur. Biz onu gətirəcəyik. İnşaat sektoru elə bu Uber kimi də, yəni. Orada da problem nədir? Sektorun içində olan adamların biraz bu rəqəmsal tərəfi ilə əlaqəsi zəifdir. Rəqəmsalda məşğul olan kadrların, IT-çilərin deyə proqramistlərin o sahənin içəriğini bilmirlər. Oradakı proseslərin gedişatı, ardıcıllığı, materialın hesablanması və s. və ilə axır. Ona görə gərək qarşılıqlı olsun. Onu da biz çox şükür ki 15-16 illik təcrübəmiz var da çözürük yəni. Düzdür, rahat deyil. Bir dənə biz məhsulumuzu bu il o 30 durmaqdan ötürü adi çətir sistemini belə deyək, borunun rəngini seçəndə qiymətin dəyişilməsi, parçanı seçəndə çox əziyyətlidir. Arxasında nə qədər kod yazılır. Amma elədik yəni nail olduq yəni. Onu avtomatlaşdırırsın. Bəli, nail olduq onu. Onda faktiki olaraq belə deyim də, istənilən şəxs belə girib. Bəli, bu dəqiqə bütün saytlar fəaliyyət göstərir. Belə demo versiyasını, bəli, comfortmarket.az girib hər kəs yoxlaya bilər. Demo versiyasını buraxmışıq sınaq üçün. Təbii ki, üstündə 5-6 aydan sonra tam təkmilləşmiş forması da buraxacağıq bazara, rahatlıqla gir. Hətta orada sektor daxili şirkətlər üçün mağazaların açılmasıdır. Orada B2B kanalların qurulmasıdır. Bəli. Orada endirim faizlərinin görülməsidir və s. Biz bugünkü gün öz daxilimizdə bizlə işləyən B2B müştərilər artıq bizə zəng edib qiymət soruşmur. Ən bəsit o vaxt məsəl üçün bərabər işləyəndə Aytan xanım da onu çox edirsiniz də. Bəsit drive üzərindən ən bəsit. Bir panel yaratdın, icazə verdin, dostluq verdin, girdi oradan məşğul oldun. Şirkətlərə baxsan heç bu da yoxdur çoxunda. Yoxdur. Bəzən böyük şirkətlərə də baxırsan, mən biraz sadə yanaşmağı sevirəm də. Sadə, daha rahat. Baxırsan ki, çox belə qəliz təqdim eləyir. Amma operasiyasına baxırsan ki, çox prosedur. Bu da bizə nədən irəli gəlir? İstərsiniz Sovet dövründən biraz irəli gəlir, idarə etmədən irəli gəlir. Bu kimi məsələ işi rahatlaşdırmaq lazımdır. Boş-boşuna yazı pozu lazım deyil yəni. Düzdür, təbii ki. O rəqəmsallaşma məsələsi bir dəqiqə biznesdə gedir və kim ki bunu eləmir, yəni çox geridə qalır, həqiqətən batacaqdır, yəni vəziyyət onu göstərir. Fəqət bu bilsən də həmişə bu yeni biznesə başlayanlar var da, hansı ki istəyirlər, düzdür belə bir əllərində bir şey də yoxdur, amma həvəskardlar da istəyirlər nəsə başlayırlar. Biz də özümüz də elə başlamışdıq belə baxanda. Təbii ki. Bunlar yəni belə deyim də sənə müraciət edə bilərlər, nəsə bir şey orada eləmək olarmı ki, onlara da yol açılsın? Təbii ki, böyük məmnuniyyətlə və müraciət eləyirlər də. Elə bu yaxın sərgidə biz 2 nəfər gənc tələbə yaxınlaşdı ki, biz təcrübə keçmək istəyirik, kimya mühəndisidir. Onların nömrələrini qeyd elədim. Yəni bir təşkilatçı şirkətin köməkçisinin nömrəsini verdim, başqa bir fabrikin mühəndisi ilə çalışdırdım. Gücümüz yetən qədər, amma gənc belə deyək, tələbələr çox müraciət eləyir və gənc həvəskarlar bir dənə tövsiyə edirəm, çox xəyal
deyirlər, bir biznes üçün xəyal qurun, yaxşı olacaq. Təbii ki, xəyal qurmaq lazımdır, amma xam xəyallar qurmaq lazım deyil də. Yəni sən reallıqdan sən uzaqlaşmır. Philip Kotlerin kitabını oxu, Brian Tracy'ni oxu, ki, Azərbaycanda onu gerçəkləşdirmək həqiqətən çətindir. O mühit deyil. Biraz realist olmaq lazımdır. Amma işə başlamaq üçün çox da dərin fikirləşmək lazım deyil. Bugünkü gün internet kimi gözəl imkan var, resurs var. Maksimum dərəcədə bax gözəl xidmət görürsüz. Bizneskarın elə videolarını izləsən, nə qədər bir universitet qurtarmış qədər məlumat toplayasan. Həqiqətən orada mən özüm çox faydalanıram. Bəli. Bunu istifadə etmək lazımdır. Xarici ölkə kanallarından öyrənmək lazımdır. Maksimum dərəcədə onlayn kitablar olmalı. Yəni bugünkü gündə müəyyən biliyə savada bir nöqtəyə çatmaq üçün həqiqətən pul xərcləməyə ehtiyac yoxdur. İnternet var, YouTube var, başqa sosial medialar var. Maksimum istifadə etmək lazımdır. Bir də bir nöqtəyə çatdın, artıq biliyin, bacarığın, hər bir şeyin var. Bax, mən onu tövsiyə edirəm. Deyir, biz ora mail yazmışıq. Deyirəm, qardaş, bacım, niyə kimsə sizin mailinizə cavab verməyə özünü məcburiyyət hiss eləsin ki? Yəni, işdən o qədər yoğun oluruq ki, öz yaxınlarımızla bir aydan bir danışırıq. Bir də qalmışdı mənə kimsə mail yazacaq, mən ona cavab verəcəm. Bu real deyil axı. Onun üçün deyirəm, birinci sənə lazımdır, cəsarətli olun, utanmayın. İkincisi, qətiyyətli olun, davamlılıq olsun. Get bir dəfə qapısını döy, bir dəfə əsəbi vaxtına düşəcək, səni qapıdan qovacaq, ikinci dəfə bir də get, üçüncü dəfə axırda deyəcək, besə deyəcək, gəl bir oturaq çay içək dərdim, Allah. Bir də ünsiyyət qurun. Heç nə qədər onlayn olsa da, rəqəmsallaşma olsa da, canlı ünsiyyətin yerini heç bir şey vermir. Mümkün deyil. Onun üçün gənc həvəskarlara, belə deyək, biznes aləminə giriş eləmək istəyənlərə onu tövsiyə edirəm ki, oxuyun, öyrənin, özünüzü inkişaf elətdirin. Bu il 2 dənə universitetdə biz planlaşdırdıq seminar verməyə. Biraz həm vaxt cəhətdən çatdıra bilmədik, həm biraz universitetlərin o proseduru çox uzun çəkdi, alınmadı. İnşallah, yəni bu ilin ikinci yarısından niyyətimiz var. Universitetlərdə də seminarlar təşkil etməklə bizneskarla bir yerdə eləyərik inşallah. Həm Özbəkistanda, həm Azərbaycanda. Amma mən nə gördüm? Bax, bizim bayaq da qeyd elədim. Daşkənddəki fabrikimizin direktorunun 22 yaşı var. Yeni əməkdaşımız var, bir dənə götürmüşük, 21-22 yaş var. Elə yanaşmalar eləyir, mən özüm belə heyrət eləyirəm. Çünki mənim də bir 15-16 illik təcrübəm var. O təcrübə mənə nə qədər də belə kəskin qərarlar alsan da bir reysdən kənara çıxmağa qoymur. Amma yeni gələn adam üçün bir məhdudiyyət yoxdur. Onun üçün pul olmağı, bir dənə deyirəm, pul olmamağı məhdudiyyət saymasınlar. Deyil. Çünki pul olmayana qədər həqiqət düz deyil, təbii ki, evdə qazan qaynamalıdır, bu ayrı bir şey. Amma pul nöqtəsinə çatana qədər o qədər imkanlar var ki, sən onlardan bir mənimsə, bir öyrən. Məsəl üçün satışa gəlir adam, deyir, iş qurmaq istəyirəm. Deyirəm, qardaş, B2B, B2C satış nədir, deyir, o nədir? Deyirəm, qardaş, öyrən gəl də. Bu ki, internetdə var ki, yəni, marketing deyirəm, mən necə biznes qurmaq istəyirsən? Heç olmasa bunları öyrən, biz sənə, sənin internetdə tapa bilmədiyi verək. Təcrübə verək, öz keçmiş təcrübəmizdən danışaq. Real hadisələrdən danışaq. Amma sən bugünkü gün oturub bir məqalə oxumaq məcburiyyəti hiss eləmirsən özündə. Deyirsən, mən biznes quracam, yatırsan, yuxu görsən. Bu da biraz reallıqdan kənardır da, yəni. Yox, mən sənə razıyam. O məsələdə mütləq kitabları oxumaq lazımdır. Mütləq bizneskarı izləmədilər, qardaş. Mütləq yox, səmimi deyirəm. Bizneskarın üstünlüyü bilsiz nədir? Hər sahədən adam var. Mən ancaq öz sahəmdən, təcrübəmdən danışa bilərəm. Bir də var maliyyə sahəsi var, restoranı var, rəqəmsal sahəsi var, o var, bu var. Bunun hamısını bax, səmimi deyim mənim, elə bir həftədə 2-3 günüm olmasın ki, mən 4-5 saatımı kimisə podkastını izləməyə ayırmayım. Mütləq şəkildə. İnformasiyadır. Bugünkü gün son qərar verən çox informasiya biləndir. Bir də Fəqan, insanlar bax bir şeyi nəzərə alsınlar ki, hər şeydə, verilişdə bir insanın ömrü danışılır. Getdiyi o yol danışılır və o praktika danışılır və bu səhvləri görəndə, digər şeyləri görəndə sən həyatını daha düz qura bilirsən. Mütləq şəkildə. Fəqan, təşəkkür edirəm gəldiyin üçün. Mən də təşəkkür edirəm. Bizneskarə uğurlar. İnşallah davamı olacaq. İnşallah. Allahın köməyi ilə. Uğurlu olsun işləriniz. Sağ olun.